Start fiti və maç başladı. Utsik. Papunaşvili. Ciddi qüvvə ilə gəlib zirə. Papunaşvili yoxluyur Papunaşvili və çərçivəyə ilk zərbə bu maçda. Qapı dilinə tuş gəlmişdi həmin zərbə. Səbaylı oyunda. Və bu maçda da çərçivəyə ilk zərbə məhz Amin Seydiyev. Rahman Aliyev. Ötürmə keçmir. Sekidika. Xəyal. Bu da alınmır. İndi zərbə uzaqdan və top qapıdadır. Gol! Sabah hesabı açır. Qapı istiqamətinə faktiki ilk zərbəsi idi bu meydan sahiblərinin və Jesse Sekidika ilə yarmağa çalışdılar. Alınmadı, uzaqlaşdırılan top. Sekidika lazım olan mövqedə idi və bilavasitə yaxınlığında heç kim yox idi. Erkən dönümdə iki zirə futbolçusu zərbənin qarşısını almağa çalışırdı. Jesse burada vaxt itirmədən qərarını verir və dəqiq zərbə ilə hesabı açır. Sabah 1, zirə 0, 3 oyunluq fasilədən sonra evdə Sabah zirəyə qarşı oyunda. Burada Utsik'a top çatmır. Elə keçirir burada zərbə. Qismətin ötürməsi. Xəyal Əliyev burada asistentlik etdi. Volkova və zirə hesabı bərabərləşdirir. Standart vəziyyət. Qismətin ötürməsi Xəyalın. Bəli, burada səhv etmirəmsə toxundu. Xəyal burada başla topu uzaqlaşdırmaq istəyərkən Volkova istiqamətləndi. Top geridən gəldi David. Ümumiyyətlə onu bağlayan yox idi burada. Sabah futbolçuları bu standart vəziyyətdə yaxşı bölüşdürmədilər rəqib futbolçuları. Və David Volkov hesabı bərabərləşdirir. Sabah 1, zirə 1. Bu isə var görüntüsü, gördüyünüz kimi. Ötürmə gəlir, Qismət Aliyevdən uzaqlaşdırılan top zərbə qapıya. Qapıdan yan keçir Aka. Lepinitsa indi cınaqdadır. Ötürməsi qapı qarşısına. Safranko və gol! Yox, oyundan kənar vəziyyət. Oyundan kənar vəziyyət. Lepinitsa'nın ötürməsi. Bəli, burada bizə Anatoliy Nuriyevin ötürməsi. Nogueira. Volkov. Suma özünü çatdırır. Suma'nın zərbəsi çərçivəyə. Pakatilov yerindədir. Ötürmə gəlir Nuriyevdən qapı qarşısına və gəlinində bir də izləyək. Baxın burada yerdən fikir verdiniz necə burada toxunuşu var. Son hücum şansını sınıyır. Anatoliy Nuriyev. Nuriyev pauza edir. Ötürür cərmə meydançasına. Uzaqlaşdırır Gomis. Amin Seydiyev və maçın final fiti səslənir. Sabahın məşqçilər korpusa etiraz edir. Onlar bu hücumu tamamlamaq fikrində idilər. Amma Rəşad Əhmədov oyunu bitirir. Vasili Berhizuski